Was were qaydasına gəlin göz gəzdirək. Past simple-da, yəni keçmiş zamanda to be-nin formasıdır bu. Am, is, are. Bunlar indiki zamandakı to be-nin formaları idi. İndi keçmiş zamanda necə olacaq? Am is burada was olacaqdır, are isə were kimi olacaq. Yəni şəxsiniz təkdədirsə was qoyun, cəmdədirsə were qoyun. Gəl baxaq. Məs üçün deyirik ki, buradakı I was at home yesterday. Mən dünən evdə idim. Görürsünüz was'u qoyub. I çünki şəxsimiz təkdədir, was qoyuram. Burada şəxsim cəmdədir. You were late at the meeting. Siz gecikmişdiniz iclasa. Burada were qoyduq. Çünki şəxsimə baxıram you'dur, cəmdədir. İndi sual cümləsində necə olacaqdır? İndiki zamanda sual cümləsində nə edirdik? Was əmizarı keçirirdi başa. İndi həmin şey. Was were keçirsiniz cümlə başına. İnkarda nə olacaq? İndiki zamanda əmizarın sonuna not qoşurduq. İndi burada da eyni şey. Was not, were not olacaq. Bax görürsünüz, weren't, wasn't ilə deyəcəksiniz. Qısa cavablar da eyni ilə eynidir. Yəni yes, he was, yaxud no, he wasn't olacaqdır. Gəlin indi buradakı bir neçə cümlələrə baxaq. Görürsünüz. I am happy. Mən xoşbəxtəm. Bu dəqiqə mən xoşbəxtəm. İndi keçmiş zamanda deyirəm I was happy. Mən xoşbəxt idim. She is at her office. O ofisdədir. She was at her office. O ofisində idi. Keçmiş zaman dedim. You are late. Sən gecikmişsən. You were late. Sən gecikmişdin. Və yenə burada da keçmiş zaman bildirəndə zaman zərfləri hansıları olacaq? Yesterday, last night, last week, 2 months ago. Niyə yəni bizə lazım olanlar? Yesterday dünən. Last keçən deməkdir, keçən həftə, last week, last night keçən gecə və ago əvvəl deməkdir. 2 months ago, 2 ay əvvəl, nə bilim 2 days ago, 2 gün əvvəl deyəcəksiniz. Sual cümlələrində gəlin baxaq. Where were you born? Sən deyir, harada doğulmusan? Bax, görürsünüz, birinci sual sözümüz dedik. Ondan sonra were deyirəm. Were, sonra da you born-dən deyəcəksiniz. I was born in Sweden. Mən deyir ki, İsveçrədə İsveçdə doğulmuşam. Okay. İndi gəlin burada tapşırıqlara göz gəzdirək. My son was yoxsa were olacaq. Baxırıq burada. My son mənim oğlum. Əgər mənim oğlum təkdirsə, deməli əlbəttə ki was qoyacağam. Çünki demişdik ki were cəmdə olanlar üçündür. Was short in school. Mənim oğlum məktəbdə böyük, qısa idi. But now he indi. Baxın görürsünüz zaman zərflərinə fikir verin. Amma indi o, demək mən nə deyəcəm indiki zamanda? He is tall, amma indi o hündürdür. Baxıram sual cümləsidir. Yesterday var, zaman zərfi mənə köməyimə gəlir. Deyirəm, bu keçmiş zamanda olacaqdır. Sonra baxıram şəxsimə you'dur. You'dursa demək cəmdə olacaq və were. Heç cümləmi tərcümə belə etmirəm. Zaman zərfləri şəxs mənim köməyimə çatır. Deyirəm ki, were you at the stadium yesterday? Deyir ki, sən stadiondaydın dünən. Və deyir ki, yes, I. İndi I ilə nə olar? Was. Başqa nə ola bilər ki? Were ola bilməz. Sonra yesterday Philip and Emma. Philip ilə Emma hardaymış görəsən? In London. Londondaydılar. Bax, bunu çaşır çox adam. Emma'nı görür, deyir, hə, was'dur, bitdi, getdi. Xeyr, burada 2 nəfər var. Philip və Emma 2 nəfərdilər. Ona görə were qoymalısınız. Dünən Philip və Emma Londondaydılar. Today, bugün. Demək, mən bu indiki zamanda qoymalıyım. They isə cəmdədirsə are in Paris. İndi onlar Parisdədirlər. Sarah and I. Baxın, yenə 2 nəfər var. Sarah və mən olacaq were at home that night. Evdəydik o gecə. And you, sən were with us. Sən bizimlə idin. Yesterday we bizdisə cəmdə. We were late for the concert. Biz gecikmişdik konsert üçün. And today, bugün I am late for class. Bugün də mən deyir, sinif üçün gecikmişəm. Okay. 6-cıya baxaq. Asim burada born in Egypt. Was born keçmiş zaman deyir ki, Misirdə doğulubdur. I born in Birmingham. I was born olacaqdır. Yəni mən doğulmuşam. Sonra sual cümləsində yenə was were keçir başa. You'dursa were olacaq. Were you excited about the trip? Deyir ki, səyahət üçün həyəcanlısan. Həyəcanlı idin. Yes, we were very excited. Bəli, biz çox həyəcanlı idik. Sonra yenidən sual cümləsidir.
Kate təkdirsə was qalacaq. Was Kate angry yesterday after the meeting? Dünən iclasdan sonra Kate hirsli idi. No, but I think she is angry now. Yenə baxın burada now varsa, onda demək ki, indiki zamanda olacaqdır. Sonra yenidən sual cümləsi. You varsa were. Were you at the beach last Sunday? Bazar günü, keçən bazar günü. Baxın last, keçən bazar günü. Sən sahildə, yəni çimərlikdə idin. Yes, I, əlbəttə ki, was olacaqdır. Yes, I was. Qısa cavablardır bunlar. The weather is yoxsa was. Baxın, gəl indi bunlara diqqət edək. Baxın. Today varsa, deməli nə olacaq? Bugün deyir. Deməli, mən is yazacağım. The weather is nice today. Bugün hava yaxşıdır. But it horrible last weekend. Baxın, görürsünüz, last weekend var. Keçən həftə sonu deyir. Keçən həftə sonu dəhşətli pis idi, bərbad idi deyir. Ümid edirəm, bura kimi sizə də hər şey aydın oldu.